Ölüm anında nə olur? İnsanın ruhu bədəndən çıxanda. Çox qorxulu bir andımı yoxsa rahat olurmu? Əzrail əleyhissalam möminlərə fərqli surətdə gəlir, kafirlərə fərqli surətdə gəlir. Bir də Əzrail əleyhissalamın da yardımçıları var. Quran-ı Kərimdə kafirlərin vücudlarına vura-vura, döyə-döyə ruhlarını alırlar. Çox əzablı şəkildə alırlar. Amma mömin insanlar üçün, Allaha iman edən, xüsusən ibadət edənlər, böyük günahlardan çəkinən insanlar üçün də fərqli gəlir. Məsələn, Peyğəmbərimiz əleyhissalatu vesselam deyir ki, Əzrail əleyhissalam möminin ruhunu nə tər ki, yağda tük olar ki, götürdüyün kimi rahat canını alır. Fərqlidir, yəni insanlara görə dəyişir. Bəs öldükdən sonra nə olur? Ruh bədəndən çıxdıqdan sonra nə olur? Keçid anıdır. Öldükdən sonra belə bir şey deyil də. Öldün, düşdün bir qaranlığa, sonra gözü açıb baxırsan ki, başqa yerdəsən. Yəni belə deyil də. Zaten orada ruh insanın bədəndən çıxmadan öncə o gedəcəyi yer onlara göstərilir. Bu dünya gözü bağlanır, axirət gözü açılır. İnsanın bəsrəti, mənəvi gözü. Artıq ruhun bərzah, ruhlar aləmini görməyə başlar. Gedəcəyi yer göstərilir. Ölüm ruhun cismi tərk etməsidir. Fərqli bir aləmə keçməsidir.